Evet, kıymetli izleyicilerimiz, İlhami Kasabova, Karapabak Türkleri Birliği Vakfı'nın hem Karapabak Türklerinin tarihteki izlerini sürdürmeleri için bir bilim kurulu kuruldu. Hem Alasker orada bütün geçmişi kitaba dönüştürüldü, Aşık Şenlik dönüştürüldü. Tabii İlhami Kasabova da bilim adamımız. O da Aşık Şenlik'in İran'daki, Azerbaycan'daki çok önemli çalışması yaptı. Hocam, Aşık Şenlik'in mezarı başındayız. Çok önemli bir yerdeyiz. 113 yıl önce kaybettiğimiz. Bundan sonra Şehit Aşık Şenlik diyeceğiz. Şehit Aşık Şenlik için neler dersiniz? Buyurun. Aşıq Şenlik Çıldır Kars aşıq mühitinin ən tanınmış ustad sənətkarlarından biridir və onun yaradıcılığı təkcə Anadolu aşıq mühitində deyil, həm də Azərbaycanda çox geniş yayılmışdır. Qazax, Borçalı, Tovuz, Gədəbəy və Kəlbəcər bölgəsi ilə yanaşı həm də Göyçə aşıq mühitinin ustad sənətkarları hər zaman Aşıq Şenliyin şeirlərindən səsləndirmiş və onun yolunu davam etdirmişlər. Aşıq sənətində Azərbaycanda yaşayan ustad sənətkarlarımızın hər biri Aşıq Şenliyin yaradıcılığından özləri üçün örnək götürdükləri həm ustad şəhid yolları idi, o münasibətləri daşıyırdılar. Həm Aşıq Şenlik yaradıcılığında vətənpərvərlik mövzularına daha çox üstünlük verirdilər və Aşıq Şenlik yaradıcılığında türkçülük ideyalarının yaşadılması və yaradılması ilə yanaşı, həm də onun yaradıcılığındakı klassik ənənəyə söykənməsinə daha çox üstünlük verirdilər. Günümüzdə də Aşıq Şenliklə Aşıq Ələsgərin qarşılaşması, onların bir məclisdə, bir yerdə eyni sazı daşımaları və onlarla bağlı rəvayətlər hələ də yayılmaqda davam etdirilir və gənc aşıqlarımız da ustadlarla yanaşı, müasir dövrümüzdə belə istər müəyyən tədbirlər olsun, istər efir vasitəsi olsun, Aşıq Şenliyin yaradıcılığına hər zaman üstünlüklər vermişlər, onun şeirlərini səsləndirirlər. Bu da o deməkdir ki, ortaq türk mədəniyyətində, ortaq aşıq sənətində Aşıq Şenlik nə qədər ki sənətimiz var, bir o qədər yaşayacaqdır. Təbii ki, mən bir də burada bir məsələyə toxunmaq istəyirəm. Siz dediniz ki, Aşıq Şenlik, bundan sonra biz şəhid Aşıq Şenlik deyirik. Azərbaycan aşıq mühitində də Aşıq Cəlildir, Mirzə Bilaldır, Aşıq Nəcəfdir, Molla Cümədir. Bu kimi aşıqlarımız, ustad aşıqlarımız da şəhidlik zirvəsinə ucalmış və onlar da mənfur insanların tərəfindən öldürülmüş, qəsd edilmiş insanlar, aşıqlarımızdır. Hətta Aşıq Nəcəf, məsələn, kürəyinə ermənilər tərəfindən qaynar samavar bağladılıb, işgəncə altında canını tapşırandı. Mirzə Bilal əslində repressiya dövründə qurban olmuş və heç bir aidiyyəti olmadan bir hansısa şərə böhtana düçar olmuş bizim ustad sənətkarlarımızdandır. Aşıq Şenlik kimi sənətkarlarımız həm də bizi onları xatırlatmaqla birgə ortaq mədəniyyətin formalaşmasında sənət yolunda göstərdikləri mücadilə və onların sənət yollarında etmiş canlarından keçmişliklərinin bir örnəyi, bir nümunəsidir. Aşıqların dilində desək, biz ustadlarımıza rəhmət, bizi dinleyenlere ise can sağlığı dilirik. Evet, İlhami Kasabova'na çok teşekkür ederim. Aşık Şenlik'in mezarındayız şu anda, evet. Gördüğünüz gibi kıymetli izleyicilerimiz. 113 yıl önce zehirlenmiş, şehit edilmiş bir halk kahramanıdır. Halk ozanıdır kendisi. Dolayısıyla Kurtuluş Savaşı'nda bütün halkı örgütleyen, Rus Çarı'na tehdit mektubu yazan, Ermenistan Devlet Başkanı'na tehdit mektubu yazan güçlü bir ozanımızdır. Bir mezar başındayız. Ne diyoruz? Rahmetle anıyoruz. Rahmet, kalanlarımıza can sağlığı. Benim için de çok gerçekten bugün mutlu bir gün yaşadım. Böyle bir ustadı ziyaret etmek aslında bir Kəbəyə geçmişe çevrildi bizim için. Peki. İyi seyirler diyorum efendim. Resim çek, kurban olayım. Çektin mi resim?